xüsusi inayətin qazanmaq üçün Allahdan neynəməliyik? Əməl deyirəmsə, bunlar praktik əməllərdir. Bunu eləyin, Allah sizə xüsusi inayət edəcək. Allah görəcəksiniz ki, sizə necə inayətlərin göstərir. Hədislərdən çıxartmışam deyirəm sizə. Birinci əməl nədir? Birinci əməl budur. Hədisdə var, sübh namazından sonra, sübh vaxtı qalxdın, 10 dəfə İxlas surəsini oxu. Qul huvallah oxu. Deyir, o gün nə olacaq? O gün Allah Taala sənə yar olacaq, günahlardan uzaqlaşacaqsan və şeytan sənə qarşı məyus olacaq. Baxacaq, deyəcək, bugün bunu aldada bilmədimmi? Hədisdir. İxlas surəsini oxuyun. İxlasda nə qədər bərəkət var, mən bilmirəm. Səd ibn Məaz var idi, səhabələrdən biri idi, dünyasını dəyişdi. Dünyasını dəyişəndə Peyğəmbər gəldi, dəfn elədi bunu. Peyğəmbər namazını qıldı və dəfn elədi. Peyğəmbər namazını qılıb, dəfn elədi. Peyğəmbər özü deyir ki, gördüm ki, 90 min mələk və Həzrət Cəbrail də nazil olub bunun iştirak edir namazında. Deyir, Həzrət Cəbrailə dedim ki, niyə bunun namazında iştirak edirsən? Həzrət Cəbrail mənə cavab verdi ki, biz 90 min mələk gəlməyimizin səbəbi budur ki, bu şəxsin bir dənə xüsusiyyəti var idi. Oturanda da, yol gedəndə də, uzananda da, hələ hey yadına düşəndə İxlas surəsini deyərdi. 90 min mələk gəldi, ibadət elədi, namaz qıldı. İzzətə bax, mümkündür bu. Rücüzlər namazda bizə nə deyiblər? Deyiblər İxlas surəsinidir. Qul huvallaha demək. Amma vacib deyil də qul huvallaha deyə. Başqa surə də deyə bilərik. Amma çalışın namazınızda heç olmasa bir namazınızda o İxlası deyin. Hədisdə var, kim gündəlik namazında 5 namazı qıla, gün ərzində bir dəfə İxlas surəsini deməyə, mən bu hədisin nədir həqiqəti Allah bilir. Kim gün ərzində 5 dəfə namazı qıla, 5 gündə o 5 namazda bir dəfə İxlası deməsə, matə. Ölər o insan Əbu Ləhəbin dinində. Əbu Ləhəb bilirsə kimdir? Əbu Ləhəbin dinində ölər gedər. İxlas surəsindən bilmirəm nəyi var, nə əzəməti var. Əzəmətdir bu. Üstüdə necə nazil oldu? Yahudilər gəldilər Peyğəmbərə yaxınlaşdılar. Bizə Allahı mədh eləyə bilərsən, izah elə görək Allah necə olur? Surə nazil oldu. Qul huvallahu əhəd. De onlara Peyğəmbər, o Allah təkdir. Allahus saməd. O Allah ehtiyatsızdır. Ləm yəlid, doğulmadı. Və ləm yulad, doğulmayıb. Və ləm yəkun ləhu kufuvan əhəd. Onun tayı bərabəri yoxdur. Onun tayı bərabəri. Bu surə nazil oldu. Bu qədər bunda bərəkət var. Bu qədər bunda bərəkət var. Gündə sübh namazından sonra 10 dəfə İxlası deyin. O gün Allah Taala sizə inayətlərin göndərəcək. Arxayın ola bilərsiniz. Bu bir. İlahi inayətləri istəyirsiniz qazanırsınız. Praktik, rahat bir gün danışdım ki, biraz əməli bir mövzu olsun. İkinci, ana ataya ehtiram elədiyin gün, ömrün o günün bərəkətli keçəcək. İnanın sözüm. Səhər çıxmamış hamımıza tövsiyə edirəm buradan. Heç olmasa evdən çıxanda bir dənə anavın üzündən öp, atavın əlindən öp, çıx bayra. Bunu qazanacaqsan sən. O yan bu yanı yoxdur. Anavı nəbadə narazı eləyib çıxasan. Bu bir. Nəbadə də narazı eləyib çıxasan, deyəsən qaydanda gəlib halallıq alaram. Allah eləməsin, qaydarsan ana dünyasında işib. Ömrünün axırına qədər özü bağışlamarsan. Ömrünün axırına qədər. Ona görə müayət olun. Ana-atanı narahat eləmir. Ananın atanın qədrin belə insan. Hədis oxudum, qaldım deyim ya deməyim. Amma yazmışam, deyirəm sizə. Məyus olmasın heç bir insan burada. Hədis budur. 4 qrup insan var, hesab kitab eləməyəcək Allah deyəcək, aparın atoma cəhənnəm, heç bunu görmək istəmirəm mən. Kimdir onlar? 1. O insan ki, şərab içib, vəlov bir qətrətin, bir qətrə. Tövbə eləməsə də, tövbə eləsə heç. Vəlov bir qətrətini, şərabı içib bir qətrə, bir damla deyib dodağına, tövbə də eləməyib. Onu hesab kitabsız cəhənnəm atacaqlar. O insan ki, namazların qılmır, bir rikət namazı gedib qəzaya, bir rikət namazı. Allah deyir, hesab kitabsız atacağım o cəhənnəmə. Yığılıb qalıb qəzalar, sabah qılaram, bürsün qılaram, o insanlar üçündür bu söz. Namazlarımızın qəzasını qılın. Deyir, bir rikət qəza ilə gəlsin, bir rikət qəza ilə. Etinasız gəlsin amma. Sorğu sual eləməyəcəm səni, deyəcəm at umunu cəhənnəmə, lazım deyil məndə mənə.
Ola bilər cəhənnəmdə bir dövr yansın, cənnətə gətirsinlər. Bu mümkündür. Amma deyər aparın atomunu cəhənnəmə. Üçüncü budur. Zəkat bilirsizə nədir? Zəkat neçə dənə şeyə gələr? Məsələn, buğdası insanın çox olsa, zəkat gələr. Buğda ki çox oldu, bir miqdarını aparıb zəkat verməlisən. O buğdanın bir dənəsi zəkat olan, qala sənin cibində. Bir dənə buğda da çatdırmalısan. Dənə. Deyir, o dənəni verməsən Allahın yolunda, aparıram, atarım o insanı cəhənnəmə hesab kitabsız. Axırıncı sözüm. Yəni, bu hədisin axırıncı sözü. O insan ki, anasına, atasına ağ valideyn olub, vəlov bir ləhzətin, bir an baxıb tərsəs anasına. Üzün turşutdu anasına baxanda. Tövbə eləməsə Allah deyir, yeri cəhənnəmdir. Tövbə eləməsə yeri cəhənnəmdir. Amma evdən çıxır, ananın üzündən öpür, atanın üzündən öpür. Bu insan bilsin ki, o günü yaxşı keçəcək, inanın sözlərini. Bərəkətlə gəlib keçəcək ona ömrü. Allah verəcək ona bərəkəti. O insanlar ki, ataları, anaları dünyalarını dəyişib, sizə deyirəm sözümü. Necə olmasa hər gün bir dəfə bir salavat deyin, göndərin onların ruhuna. Sizin də ömrünüz bərəkətli keçəcək. Onlar narahat olmasınlar. İkinci əməlim bu idi. Ana, ata ilə mehriban davranırsan, Allah inayət edir. Hətta inanın mənim bu sözümə ki, bir dənə ana ilə, ata ilə o qədər gözəl davranarsan, Allah o il sənə həcc ziyarətini yazar və gedərsən həcc ziyarətini ziyarət edərsən. Və narahat da olmayın ki, mənə pulum yoxdur, varım yoxdur, mən necə geyəcəm. Allah yazdı geyirsən də, qutardı. Qardaşlardan biri dua eləyirdi, danışmışam yoxsa yox. Çox istəyirdi, mən tanıyıram o adamı. Çox istəyirdi getsin həccə, amma da imkanı yox, pulu yox. Həccə neçə gün qalmışdı, o qardaş Allah bir nəfər nəsib elədi, gəldi, yaxınlaşdı, mən sənə istəyirəm həccə göndərim. Bu çox bir kədərləndi, qəmləndi, belə o sevinc qəbi də narahat oldu, belə içindəki, mən buna layiq deyiləm. Deyir, evdən də çıxanda, deyir, vallah, deyir, indi bu həccimin düzdür pulunu verib, cimə də baxdım, heç nəyim yoxdur, 2 manat pulla çıxdım, getdim ziyarətə, 2 manat pulla. Öz-özümə də fikirləşirdim, mən 2 manatla neyinəcəm, gəldim, çatdım ziyarətə, amma öyle qoymadı ki, Allah çətinlik çəkim, heç bir çətinliklə üzləşmədim. Hələ hey, Allah getirirdi orada mənə pul, qaydanda evə, çatanda evə əlimi atdım cimə, belə əlimə baxdım, gördüm pul da idi, çıxartdım, gördüm 2 manat. Həmən 2 manat cibimdə qalıb. Deyir, sanki Allah başı saldı ki, 2 manatva ehtiyacımız var demək. Niyə narahat edim? Yazmışdıq advı. Advı yazmışdıq, o 2 manata ehtiyacımız var. 2 manatın da qalsın sənə. Biz aparanda, gətirəndə belə aparıb gətiririk. Biz üçün lazım deyil ki, belə əziyyət çəkəsiniz siz. Allah inayət eləyəndə deyir. İndi nə ibadət eləmişdi, mən bilmirəm. Sizə də aiddir. Bir dənə o xırda ibadətlərlə Allahın o rəhmətini çəkə bilərsiniz bizə. Bu bir məsələ, 2 məsələ. 3-cü məsələ, bunu elədiniz, Allah inayətini nəsib edəcək. Çalışın namazı, əvvəl vaxt qılın, imkan təqdirində də cəmaatla qılın. Əvvəl vaxt, imkan təqdirində cəmaatla qılın. Cəmaatla qılınan namaza Allah o qədər əcr mükafat verir. Hətta Allah deyir, sən ki gəldin, piş namaz başladı, Allahu Əkbər. O Allahu Əkbər deyən kimi, sən dedin Allahu Əkbər qoşuldun. Biri gəldi, rükuda qoşuldu. Biraz gecikdi də, hə? Deyir, o birinci Allahu Əkbər deyənin əcri mükafatı hara, o rükuda qoşulanın əcri mükafatı hara. Yer, göy fərqi var. Tez qoşulub. Gəldi, cərgədə diyandı. Hətta birinci cərgə üçün bir dənə hədis oxumuşam. Birinci cərgədə diyanlar üçündə. Buyurur, o insan ki birinci cərgədə diyanıb, İnnəs-səlat fi-səffil əvvəl kəl-cihad fi-səbilillah. Bir insan ki, cəmaat namazına gəlib əvvəl sırada diyanıb, o sanki Allah yolunda cihad eləyənin savabı ona verilir. İndi bəli, ola bilər alim olsun, savadlı adam olsun, bir adam olsun, onu da qabağa verərlər. Qiraəti yaxşıdır onun. Amma bəzi vaxtlar girsən, məscidə görsən, boşluq qalıb, o yan boş, bu yan boş, bunları eləməyək. Oraları doldurağın. Yaxşı olar ki, o nizamımız, intizamımız olsun. Və cəmaat namazı qılan, namazı əvvəl vaxt qılan İmam Rıza əleyhissalam deyir, Allah ona əvvəl vaxt qılsa namazı 10 dənə bərəkət verər. 10 nədir? Birinci buyurur, ömrünə Allah bərəkət verəcək. Bu bir. İkinci buyurur, Allah ona pak övlad verəcək. Pak övlad. O övlad ki, atanın, ananın başını uca edir. Üçüncü budur ki, Allah onun günahlarını bağışlayacaq. Allah 4 nuraniyyət verəcək. 5 cəhənnəmdən nicat verəcək. 6 pulunu paklayacaq. 7 əməl dəftəri sağ əlinə veriləcək. 8
Allah ki onun canını alacaq, mələk göndərir, canını alır, canın alanda rahat can verəcək. 9-cu budur, ilahi tövfiq nəsib olacaq, 10da budur, yeri cənnətdə o insana. Əvvəl vaxt namaz qılarım. Heç olmazsa bir dənə kirənizin yadda saxlayın, onu da yadda saxlamasınız da. Allah bu qədər əcr mükafat verir. Bax, bu da bu, 3-cü məsələ. 4-cü məsələ, axır sözlərim. Bunu eləyən insan, Allah Teala buna da nəsib eləyəcək. O nədir? Haradakı ilahi imtihanla üzləşdiniz, başuca çıxdınız, o imtihandan ilahi inayət başının üstündədir. Düzdür? İmtihanındır da, hər an bir imtihanı var. Evdə sənə qəzəb gəldi, pik həddə çatdı. Ürəyin partlayır ki, söz deyəsən. Ürək partlayır, qışqırmaq istəyirsən, dayandıra bildin özvi, narahat olma, Allahın rəhmət əli başının üstündədir. Allah nəsə verdi artıq sənə, xəbərin yoxdur sənə. Çıxacaqsan bayra nəsə olacaq, mümkün deyil olmasın. Gedin bunları yoxlayın. Mən sağ, siz də sağ, mən burada xutbə edirəm, səhv olsa gəlib deyirsiniz. Allah deyir, üzü ağ çıxsın imtihandan, xoş halım. Xəstələnmisən, üzü ağ çıxsın imtihandan deyir, xoş halım. Üzü ağ da, şikayət eləməsin. Hətta oxudum hədis, bir insan bir gecə qızdırma ilə yata, indi xəstəlik yüz verib. Allah deyir, ona 1 illik ibadətin savabını yazar. 2 gecə olsa nə olar? 30 illik ibadətin savabı yazar. 3 gecə olsa nə olar? Allah deyir, mən də 70 ilin ibadətini yazaram savabını sənə. Və deyir, bəndə nəfəsün təsbih olar, zikr edirsən. O nalə ki var, ağrıysan axı. O nalın mənim qatımda la ilahə illallahdır. O canın ki ağrıyır, ibadət eləyə bilmirsən, ağramasaydı ibadət eləyəcəydin, o ibadətlərin savabını sənə yazıram. Amma birdən şikayət edirsən, bunların hamısı getdi əlindən. Hamısı getdi. Şikayət necə ola bilər? İnsan bir dənə qayda deyək ki, bu Allah elə həmişə yaxşılara bəla göndərir ki, bir dənə bu şikayət 70 ilin hamısı getdi. Onsuz da mən xəstələnmişəm, düzdür? Dözsəydim nə olacaqdı ki, verirdi də mənə. Biraz döz də. Qutarır da bu, onsuz da qutarmalıdır. Deyik, qutaran kimi Allah deyir, üzü ağ çıxdın, əcrin mükafatın başının üstündədir. Bax, bunlara əməl eləmək. 4 dənə əməl dedim sizə. İlahi imtihandan üzü ağ çıxmaq, valideynə ehtiram eləmək, namazı əvvəl vaxt qılmaq və İxlas surəsini gün ərzində 10 dəfə söyləmək. 5-i də qoyuram yandan, məclisi bitirirəm bugün. 5-ci də budur, insanlara xidmətdir. İnsanlara xidmətdir. Xidmət edin bir-birinizə. Bir-birinizin qədrini bilin. Qapıdan çıxanda xidmət, adi xidmətlər deyirəm. Qapıdan çıxanda bir də buyur məsələn sən keç. Maşınlar ki çıxmır, nə olar ki, birinci yol mən çıxmalıyam. Biraz keç kənara o çıxsın. Bir-birinizə xidmət edin. O bir dənə maşını sən çəkməklə kənara, bu çıxmaqla Allah əcr mükafatını sənə verir. Adi xidmət, elementar şeylər danışıram sizə, çox rahat həyatınızda. Bir-birinizə nə qədər xidmət elədiniz, Allah sizin bu xidmətinizi boş qoyan deyil. Allahın inayəti başınızın üstündən töküləcək. Bu həm xanımlara aiddir, həm kişilərə, hamıya aiddir, hamımıza. İstəyirsə rəhmət bizə üz tutsun, bunlar eləyək inşallah. Allah bizim günahlarımızın